Azərbaycanın primitiv iqtisadi modeli var. Bizə təsir edən əsas amil enerji daşıyıcılarının qiymətidir. Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatında yeni dalğalar, yeni problemlər yaradacaq. Düzdür, hələlik o qədər də təhlükəli bir vəziyyət yoxdur. Azərbaycan neftinin qiyməti ortalama götürüləndə məntiqli olur. Yəni dünən 65 dollara düşübsə bu demək deyil ki, artıq hansısa bir ciddi siqnallar var. Ortalama qiymət ilin əvvəlindən bəri 75 dollardan da yüksəkdir Azərbaycan neftinin qiyməti. Ona qədər də hələlik komfortlu zonadadır. Amma orta vadəli bir proqram baxsaq və dünyanın mənzərəsini görə bilsək, neftin qiymətlərində uzun müddətli enmələr və uzun müddət enmiş qiymətlərin bazarda qalması mümkündür. Hətta OPEC Plus anlaşmasına daxil olan ölkələr belə hasilatı artırmaqla bağlı qərar verdilər. Bu tarif qərarı ilə üst-üstə düşdü deyə neft qiymətləri bu qədər aşağı düşdü. OPEC Plus ölkələri gündəlik hasilatı ümumilikdə 450 min barelə yaxın artırmağı planlaşdırırlar may ayında. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatında əgər məsələn yarım illik qiymətlər hələ də 70 dollar civarında olacaqsa, indiki qiymətləri baxsaq və ilin əvvəlindəki qiymətlərin yüksək olduğunu düşünsək, ilin ikinci yarısında artıq büdcə parametrlərində qoyduğumuz 70 dollarlıq qiymətin altına düşə bilər və uzun müddət belə qalsa, məsələn 1 il, 2 il, 3 il belə qalsa, hətta 60 dollardan da aşağı 50 dollar civarında neftin qiymətinin sabitləşməsi çox böyük ehtimaldır. O zaman Azərbaycan iqtisadiyyatında problemlər yaşanacaq. Yəni Azərbaycan hökuməti bunu anlamalıdır. Yəni oturub fəlakətin və yaxud da problemlərin gəlməsini gözləmədən hərəkətə keçməlidir ki, Azərbaycanda normal bir iqtisadi mühit yaransın. İnsan doğrudan da çox belə pisinə gəlir ki, Orta Asiya respublikalarına belə, Gürcüstana belə xarici investorlar Azərbaycandan daha çox gəlir. Xarici investorlar maraq göstərirlər. Halbuki Azərbaycanın kifayət qədər böyük potensialı var, logistik potensialı var, coğrafi potensialı var, əhali üstünlüyü var. Yəni gənc toplumuq, əməksevərik, işləmək istəyirik. Amma investor yoxdur. Xarici investor gəlmir Azərbaycana. Və bu xarici investor gəlmirsə, istehsal sahələri yarada bilmiriksə, neftdən asılılığımız bu qədər acınacaqlı səviyyədədirsə, bunu nə vaxta qədər uzadacaqlar? Hələlik Azərbaycanın belə deyək də təhlükəsizlik yastığı var. Neft fondunun ehtiyatları var. Amma xərclərimiz də artır axı. Biz Allaha min şükür işğaldan torpaqlarımızı azad eləmişik. Suverenliyimizi bərpa eləmişik. Həmin Qarabağın bərpasına indiyənə qədər artıq 24 milyard manat xərclənir. Bundan sonra ən az bir 60-70 milyard manat lazım olacaq. Yəni bu vəsait xərclərin artımını göstərir. Yəni xərclər də artacaq. Gəlirlərimiz azalsa, xərclərimiz artsa, biz bunu nə ilə amortizasiya eləyəcəyik, nə ilə kompensasiya eləyəcəyik? Hökumət bu haqda düşünürmü? Təəssüf ki, mən bunun işarələrini görmürəm. Sanki bir komfort zonasındadılar. Hələ də düşünürlər ki, bu müvəqqətidir və müvəqqəti olduğuna görə də öhdəsindən gələ bilərlər. Hətta 2008-2009-cu il böhranları, 14-15-ci il böhranları yenə dərs olmadı. O vaxtda bir kampaniya xatirinə müəyyən addımlar atıldı, sonra hər şey yaddan çıxdı. Azərbaycan iqtisadiyyatının ən zəif nöqtəsi ədalətsiz, rəqabətsiz mühitdir. Ən zəif nöqtəsi azad məhkəmələrin olmamasıdır. Ən zəif nöqtəsi dövlətin iqtisadiyyata bu qədər hakim olması, bu qədər müdaxil olmasıdır. Bütün bunlar aradan qalxmasa təbii ki, Azərbaycan iqtisadiyyatında da ciddi problemlərin yaxın illərdə, ən azından yaxın bir ildə, 2 ildə bariz şəkildə önə çıxdığının şahidi olacaq.